وقل رب زدني علما. إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا. من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له. أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله. أما بعد. Yani Allah'ın izniyle Buxar Müslim ittifak ettiği hadisler silsilesine devam edirik. Məlumdur ki, Buxar Müslim, yəni böyük imam olub, hədis imamları 3-cü əsrdə yaşamış və onların kitablarını Allah Azze ve Celle qəbul qoyur. Necə ki, Buxar Müslim səhih kitablarıdır. Yəni burada olan hədislər hamısı hədis elminin qaydalarına əsasən səhih, məqbul hədislər. Səhih hədis deyəndə, yəni məqbul hədis, yəni qəbul olunan hədislər. Yəni hədislər qəbul olunma və rədd olunma cəhətdən iki növə bölünür. Birinci növ hədislər qəbul olunan hədislərdir. Qəbul olunan hədislərin də 4 növü var. Səhih, səhih li qeyrihi. Həsən, həsən li qeyrihi. Və o hədis ki, həsən li qeyrihi dərəcəsindədir, o hədis qəbuldur. Hədis alimlərinin, hədis elminin yəni şərtlərinə, qaydalarına görə. Ya bu elm böyük, dərin bir elmdir. Və həqiqi elmdir bu. Yəni bu elm mövhumat, xurafat, cəfəngiyyat üzərində qurulan bir elm deyil. Bu həqiqi elmdir. Və hətta elmlər arasında ən dəqiqi və ən çətini olan elmlərdən biridir hədis elmi. Yəni bir hədis necə qəbul olunur? Bu haqda alimlər yəni şərtlər qoyublar. Necə ki, səhih hədisin 5 dənə şərti var. Yəni həmin şərtlərdən birincisi adalədir. Sonra dabtdır. Adalə yəni ki, insanın dinində və yəni ədəbində müstəqim olması. İnsanın dinində və ədəbində müstəqim olması, doğru olması. Və dinində doğru olması odur ki, yəni hədis kimdən qəbul olunur? Yəni o kəs ki, nə olmalıdır? Dinində müstəqim, yəni vacibləri yerinə yetirməlidir. Haramlardan çəkinməlidir, böyük günahlardan uzaq durmalıdır, kiçik günahlarda tamiyyətli olmamalıdır. Bu, müstəqimun fiddin sayılır. Dində müstəqim olmaq sayılır. Dində doğru olmaq sayılır. Və həmçinin müstəqim fil muru'a. Muru'a da, yəni müstəqim. Muru'a yəni ərəb dilində kişiliyə deyirlər. Yəni onun kişiliyi düzgün olmalıdır. Yəni o deməkdir ki, bunu nəyə istifadə edirlər? Yəni o adam kişi olmalıdır. Həqiqi kişi, xüsusiyyətlər olmalıdır onda. O da, yəni insanların ədəb əxlaqda xor gördüyü, pis gördüyü, yəni ədəbləri etməməlidir, pis ədəbləri etməməlidir. Ancaq xeyirli ədəblərlə tanınan bir insan olmalıdır. Və hətta onlardan yəni rəvayət olunur ki, onlar deyir, yəni bu ədəbə riayət etmək üçün hətta yolda yemək yeməzdilər, bazarda yemək yeməzdilər. Ki, yəni hətta ədalətini qorusunlar və bunun çoxlu misalları var. Həmçinin geyimlərinə fikir verərdilər ki, yəni hər paltarla hər yeri getməzdilər və elm məclislərinə yəni necə gəldi, paltarlarla gəlməzdilər və s. Yəni çoxdur bunun misalları. Və həmçinin hədis qəbul olmaq üçün şərtlərdən biri də ittisalü sənəd, sənədin bitişik olması. Yəni hər hədisi rəvayət edən ravinin mütləq özündən yuxarıda onunla görüşdüyü və görüşməyi böyük şəkildə ehtimal olunduğu bir alimdən götürməsidir. Və həmçinin ondan sonra gəlir şaz və illə. Görün nə qədər məsələlər var. Hələ bunların özünün açılması üçün yüzlərlə kitaba ehtiyac var. Yüzlərlə kitaba ehtiyac var ki, bu məsələləri yəni ümumi şəkildə və təfsilatlı şəkildə biləsən. Və Buxar Müslim hədisləri də səhih hədislərdir. Bu şərtlərin hamısı ödənən, yerinə yetirən hədislərdir. Yəni Buxar Müslimdə olan hədislər. Yəni bir-iki hədisdən başqa o hədislərin də yəni əsli səhih olsa da bəzi yəni ləfzlər var ki, onlar haqqında bəzi alimlər danışıb. Və davam edirik Allahın izni ilə hədisləri oxumağa. Bəbun İzə amiləl kafiru a'malan salihatan thumma əsləmə. Deyir ki, əgər kafir
salih əməllər edərsə, sonra İslam'a girərsə, onda necə olur o? Əvvəlki salih əməllər necə olur? Hakim ibn Hizam radiyallahu anhu ennehu qâle li Resulillahi sallallahu aleyhi ve selleme ey Resulallah, deyir ki, Hakim ibn Hizam radiyallahu anhu deyir ki, Peyğəmbər sallallahu aleyhi ve selleme ya Resulallah, yani ey Resulallah. Yani ey bizim dilimizdə də ey deyə yəni nə var? Çağırış var. Bu ərəblərdən gəlmə bir sözdür, yəni çağırışdır. Deyir ki, ərəeytə umuran kuntu ətəhənnəsu bihə fil cahiliyyə. Ya Resulullah, mən deyir, cahillik vaxtı deyir, bəzi işlər var ki, onlarla ibadət edirdim. Min sadaqatin, əv ətaqatin, əv silət-i rəhmin, əfihə əcrun. Deyir ki, sədəqə verirdim, qul azad edirdim, qohumluq münasibətlərini möhkəmləndirirdim. Yəni, bu edəndə ibadət məqsədinə edirdim. Deyir ki, əfihə əcrun. Deyir ki, bunlara görə mənə əcr varmı? Qalə Rasulullah sallallahu aleyhi ve sellem. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, əsləmtə aləmə əsləftə min xeyrin. Deyir, sən o əvvəlki xeyirlərin üzərində İslam'a girdin. Yəni, səndə olan əvvəlki o xeyirlərə görə İslam'a girdin. Yəni, bəzi alimlər bu hədisi dəlil gətirib, deyir ki, o İslam'a gələn insanların əksəriyyətinin əvvəli xeyirli olur. Ona görə Umar radiyallahu anh deyir ki, xiyarukum fil cahiliyyəti, xiyarukum fil İslam. Sizin ən xeyirliləriniz, cahililik vaxtında ən xeyirliləriniz, İslamda da ən xeyirlilərinizdir. Bunun məfhumu nədir? Cahililik vaxtı şərli olan insan, İslam'a gələndən sonra da görsən, şərli olur, Allah qorusun şərlindən. Bəbun həl yu'axazu bi ə'malil cahiliyyə. Deyir ki, o fəsil ki, cahiliyyə vaxtı etdiyimiz işlərə görə bizə əzab var. Ani ibn Məs'ud radiyallahu anhu qalə, qulna ya Rasulallah, ənu'axazu bimə amillə fil cahiliyyə. Ya Rasulallah, biz cahiliyyə dönəmində etdiyimiz, yəni pis işlərə görə, pis əməllərə görə bizə əzab varmı? Yəni ona görə haqq hesab varmı bizə? Qalə mən əhsənə fil İslam. Baxın, gözəl Allah Resulü sallallahu aleyhi ve sellem cavab verir. Deyir ki, mən əhsənə fil İslam. Kimin İslamı gözəl olarsa, yəni kim İslam'a girərsə, İslamı gözəl şəkildə yaşayarsa, həm dini cəhətdən, əhkamı cəhətdən, ədəbi, əxlaqı cəhətdən. Deyir ki, ləm yu'axaz bimə amilə fil cahiliyyə. Baxın, mən əhsənə fil İslam. Kim İslamı gözəl şəkildə yaşayarsa, deyir, o cahiliyyə vaxtı etdiyi şeylərə görə cəzalanmayacaq. Və mən əsəə fil İslam. Subhanallah. Kim İslamı pis yaşayarsa, uxizə bil əvvəl vəl-əxir. Allah. Deyir, kim İslamda da pis yaşayarsa, əvvəlki etdiyi şeylərə görə də cəza var, İslamda etdiyi şeylərə görə də. Allah akbar. Deməli, İslam'a girdin, hələ o demək deyil ki, İslam'a girməklə insanın əvvəlki günahlar hamısı silinir. Əgər insanın İslamı pis olarsa, bu hədis ona dəlildir. İnsanın İslamı pis olarsa, o cahiliyyə vaxtı etdiyi pis əməllərə görə cavab verəcək və ona görə əzab olunacaq. Allah qorusun. Bu hədis, yəni nasdır bu barədə açıq-aşkardır. Ani ibn Abbas radiyallahu anhuma. İbn Abbas radiyallahu anhu buyurur ki, "Enne nasen min ehli şirki." Ki şirk əhlindən olan insanlar, yəni müşriklərdən olan insanlar, qatalu fe eksaru. Bir adam öldürdülər və çox etdilər. Və zanav fe eksaru. Zina etdilər və çox etdilər. Summa atav Muhammeden sallallahu aleyhi ve sellem. Sonra Muhammed sallallahu aleyhi ve sellem yanına gəlib dedilər ki, fəqalu innellezine taqulu və təd'u lehasanun. Yəni o kəslər deyirlər ki, sənin çağırdığın şey, dəvət etdiyin şey çox gözəldir. Vələv tuxbirnə ənə limə amilnə kəffarətən. Əgər bizə xəbər versəydin, kaş bizə xəbər versəydin ki, yəni bizim etdiyimiz işlərə görə bizə kəffarə varmı? Yəni biz çox etmişik, adam öldürmüşük, zina etmişik, belə eləmişik. Yəni biz istəyirik, yəni tövbə eləyək də, bağışlanma deyək. Kəffarə varmı buna? Yəni kəffarə bilirsiniz, onun qarşılığıdır ki, yəni onu edəndə günahlar silinir. Misal üçün andın kəffarəsi var, yəni İslamda və həmçinin zihar hökmünün kəffarəsi var İslamda və s. Fənəzəl və Allahın bu ayəsi nazil olur. وَالَّذِينَ لَا يَدْعُونَ مَعَ اللّٰهِ إِلَٰهًا آخَرَ.
وَلَا يَقْتُلُونَ النَّفْسَ الَّتِي حَرَّمَ اللّٰهُ إِلَّا بِالْحَقِّ وَلَا يَزْنُونَ وَمَنْ يَفْعَلْ ذَٰلِكَ يَلْقَ أَثَامًا. Deyir, o kəslər ki, Allahla yanaşı başqa ilaha dua etməzlər. Fikir ver, subhanallah. Bu ayədə, yəni usulü qayda var. وَالَّذِينَ لَا يَدْعُونَ. O kəslər ki, dua etməzlər. Dua etməzlər, burada inkar, nədə gəlir? İnkar cümləsində. Mə'allahi, Allahla yanaşı iləhən. İləhən sözü qeyri-mənikdə gəlir. Qeyri-mənikdə, yəni hər bir ilah. Hər hansısa bir ilah, heç bir ilah. Yəni, deməli, bu deməkdir ki, heç bir ilaha istəyir o daş olsun, istəyir büt olsun, istəyir ağac olsun, istəyir insan olsun, istəyir peyğəmbər olsun, istəyir mələk olsun, istəyir cin olsun. Kim olur olsun, bu ayəyə daxildir. Əl-ləzinə lə yəd'unə mə'allahi iləhən. Axırda belə bu mənada olan Quran-ı Kərimdə ayələr çoxdur. Görsən deyir, Allahla yanaşı heç kimə dua etməz. İstəyir qəbir olsun. Deməli, qəbirə gəlib dua edən bu ayəyə görə şirk etmişdir. Allahdan qeyrisinə dua edən, Peyğəmbərdən istəyən neyləmişdir? Şirk etmiş. Olmaz, istəməyəm. Bu ayə ona dəlildir, açıq-aşkar. Yəni, ərəb dili bilən insanlara, yəni xüsusən onlar daha yaxşı başa düşür. Deyir ki, iləhən əxar. Bir başqa ilaha. Və lə yəqtulunən nəfs. Onlar adam öldürməzlər. Əlləti harramallah illə bilhaqq. Allah onu haram edib yalnız haqq olaraq. Yəni, haqq olaraq adam öldürmək olar, haqla. Haqla olar. Burada ayədə gəlir, haqq, illə bil haqq. Yəni, haqla öldürmək olar. O haqq nədir? Qanaqan, Həsən Şeyx. Yəni, qanaqan, yəni İslamın hökmünə görə, əgər kimsə öldürürlərsə, onun yəni, vəliləri də gedib qaziyə şikayət edir. Qazi məhkəmə qurur və çağırır həmin adamı, qatili və calladla neynir? Əgər onlar bağışlamasa, o da öldürülür. Həmçinin Seyyibu Zəni. Biz qarşıdakı əvvəlki dərsləri də götürmüşdük. Ki, yəni, illə bi haqqil İslam. Yəni, umirtu an uqatilən nəs. Həttə yeşhədu ən la ilahe illallah. Yəni, Rasulullah iqamis salati və itəiz zəkat və itəiz zəkat fəizə fəalu zəlikə asamu minni dima'ahum və amvalahum illə bihaqqil İslam. Deyir ki, mən insanlarla namaz, yəni şəhadəti gətirib, la ilallah Muhammed Rasulullah deyib, namaz qılıb zəkat verincəyə qədər döyüşməklə əmr olundu. Əgər fəizə fəalu zəlikə, əgər onlar onu etsələr, asamu minni dima'ahum və amvalahum. Məndən deyir, mallarını və qanlarını qorumuş olarlar. Sonra deyir, illə bi haqqil İslam. İslamın haqqından başqa. Yəni, başqa hədisdə nə deyir? Deyir ki, la yahillu dəmi imri'in muslimin illə bi ihdəsələs. İslamın haqqı bu üç şeydir. Deyir ki, müsəlmanın qanı üç şeydən başqa halal olmaz. Yəni, nəfsu bin nəs, əs-seyyibu zəni, ət-təriku li dinihi və əl-müfariqu lil-cəmaə. Deməli, nəfsə nəfs, qana qan, və həmçinin qisas da, yəni qisas. Və həmçinin zinakar, evli zinakar insan. O öldürülür İslam şəriətinə görə. Yəni, və həmçinin üçüncü nədir? Dinini tərk edib cəmaatı parçalayan. Dinini tərk edən kimdir? Yəni, dinə girir, bu sizin dininizdə heç nə yox idi ki. Təzən tərk edir. Cəmaatda çaşqınlığa salır. Yəni, bu barədə ayə də var. Əl-İmran surəsində. Və qaləl-ləzinə kəfəru. Əminu bimə unzilə aləl-ləzinə əmənu və cəhənnəhar və küfuru əxirəhu ləalləhum irciun. İman gətirənlərin iman gətirdiyi dinə günün əvvəli iman gətirin, axırı çıxarsınız ki, hətta onlar desinlər ki, nədir? Yəni, bu heç bir şeydir, yəni. Yəni, çaşbaş salmaq üçün. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem ki, mən bəddələ dinihu fəqtuluhu. Kim əgər dinini dəyişərsə, onu öldürün. Yəni, təbii ki, bu İslam hakim çərçivəsində olmalıdır, öz başına. Onu yerinə yetirmək, yer üzərində fəsad, fitnə salmaqdır və bu insanlar İslamın hökmündən uzaq olan insanlardır, öz başına, yəni hakimsiz, rəhbərsiz iş görən, yəni insanlar. Sadəcə hökm belədir, İslamın hökmüdür. Bu da dini qorumaq üçün gəlib. Yəni, nə üçün gəlib? Canı qorumaq üçün. Qana qan nəyə görədir? Canı qorumaq üçün. Nəfsləri qorumaq üçün. Yaxşı, zinanı öldürməsi nəyə görə gəlib? Nəsilləri qorumaq üçün.
Gözən fayda, məqsəd, məqasidül İslam, məqasidül din. Dinin məqsədləri nədir? 5-dir. Di əvvəluhə əhfazın nəfsu və məlun. Birinci, nəfsi qorumaq, malı qorumaq, ağlı qorumaq, nəsli qorumaq, bir də nəyi qorumaq? Deməli, dini qorumaq. Din, mal, can, nəsil, bir də 5-incisi ağlı qorumaq. Yəni, bu 5 dənə şeyi qorumaq üçün bütün məqsəd gəldi. Nə idi, hansı var idi? Birinci din, sonra can, nəsil, ağıl, o birisi də mal. Və sonra deyir ki, o kəslər ki, yəni zina etməzlər, adam öldürməzlər və sonra deyir ki, və lə yəznun, zina etməzlər. Və mən yəfəl zəlikə yəlqa əsəmə. Əgər kim bunları edərsə, o günaha batmış sayılar, yəni böyük günaha. Ona görə bu hədisdən, bu ayədən fayda çıxarır alimlər, deyirlər ki, şirkə yaxın 2 böyük günah var. Hansıdır? Adam öldürmək və zina etmək. Bunlar özü şirkə yaxın ən böyük günahlardır. Və həmçinin alimlər bu hədisdən fayda çıxarırlar, bu ayədən fayda çıxarırlar. Yəni, deyirlər ki, bütün günahların əsli 3 şeydir. Bütün günahlar, harada getsən, bütün günahlar 3 şeydən gəlir əsli. Birincisi şirk. Şirkdən gələn günahlardır. Yəni, şirk səbəbdir ki, günahların baş verməsi üçün. 2, qəzəb. Bütün günahlar qəzəbdən baş verir. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem sahabi soruşanda ki, Əvsini ya Rasulallah, mənə nəsiyyət et ya Rasulallah, deyir ki, lə təğdab, deyir, qəzəblənmə. Sanki Allah Resulü sallallahu aleyhi ve sellem bir sözlə dininin 1/3-nə yardım etdi ona. Bir sözlə günahların usulunun 1/3-nə yardım etdi. Təsəvvür et, yəni o qədər faydalı bir sözdür, qəzəblənmə. Burada da deyir ki, yəni çünki adam öldürmək nədən olur? Qəzəbdən olur. Görsən, ona görə günahların əsli qəzəb. 3-cü, günahların əsli nədir? Şəhvət. Yəni insan bu 3 şeydən salamat olarsa, günahlardan salamat olar. Və həmçinin o nəzəl, həmçinin bu ayə nazil oldu. Ya ibadiyəl-ləzinə əsrafu alə anfusihim, lə təqnətu min rəhmətilləh. Ey öz nəfslərinə qarşı hədlərini aşan qullarım, Allahın rəhmətindən ümidinizi üzməyin. Allahın rəhmətindən ümidinizi üzməyin. İnnəllah yəğfiru zunubə cəmiə. Allah bütün günahları bağışlayır. Həqiqətən Allahğafurdur, rahimdir, bağışlayandır, əff edəndir, əta edəndir qullarına. Öncəki hədisdə gəlib, Ya ibn Adəm, innəkə mə dəavtənə və cəvtənə əğfartu ləkə alə mə kənə fikə və lə ubəli. Ey Adəm övladı, Allahın, bu ilahi hədisdir. İlahi hədisdir bu hədis. Deyir ki, ey Adəm övladı, əgər sən mənə dua etsən və ümid etsən ki, mən səni bağışlayacağam, deyir, səndən nə baş verir, yəni səni bağışlayaram və heç fikir də vermərəm. Deyir ki, əgər günahların göyün qatına qədər çıxsa, sonra məndən bağışlanma diləsən, deyir, səndən nə baş verirsin, bağışlayaram, heç fikir də vermərəm. Və sonra deyir ki, ləv ateytəni bi qurabil ardı xataya, yer dolusu qədər günahlarla gəlsən hüzuruma və sonra mənə heç nəyə şərik qoşmasan, və əteytuhə və əteytukə bi qurabihə məğfirətən. Deyir ki, mən sənə o boyda məğfirətlə gələrəm, bağışlayaram. Və şirk, yəni Allah qorusun, yəni bağışlanmağın qarşısını kəsən bir şeydir, yəni. Və həmçin bəbun izə əhsənə əhədukum isləmə. Yəni sizdən birinizin İslamı gözəl olarsa haqqında olan fəsil. An Əbi Hüreyrə radiyallahu anhu qala Rasulullah sallallahu aleyhi ve sellem izə əhsənə əhədukum isləmə fəkullu həsənətin ya'məluhə kutibət bi əşrə əmsəlihə ilə 700 ضعfin. Deyir ki, sizdən birinizin İslamı gözəl olarsa, İslamı gözəl şəkildə yaşayarsa, onun etdiyi hər bir əməl 10 mislindən 700-ə qədər nə olar? Artırılar. Kullu seyyiətin ya'məluhə tuktabu bimislihə. Amma onun deyir, hər bir etdiyi pislik onun qədər yazılır. Yəni bir pis əməl etdiyi, bir pis əməl yazılır. Hətta yəlqallah. Hətta Allaha qovuşana qədər belə olar. Allaha qovuşana qədər belə olar. Və həmçinin bəb məcəə fi ət-təmaim. Deyir, təmaimlər barəsində. Təmaim nədir? Boyunbağı. Boyunbağıdır ki, yəni o yəni hansı ki
Onlar haqqında yəni hədislər varid olub. Onlardan biri də An Əbi Bəşir el-Ənsari, Əbi Bəşir el-Ənsari radiyallahu anhum ennehu kana ma'a Rasulillah sallallahu aleyhi ve sellem fi ba'd asfari. Ki Əbu Bəşir Ənsari radiyallahu anhu sahabi olub. O deyir səfərlərin birində Peyğəmbər sallallahu aleyhi ve sellemlə bir yerdə idi. Fəərsə Rasulullah sallallahu aleyhi ve sellem rasulan. Allah Resulü sallallahu aleyhi ve sellem bir yere elçi gönderdi. Ve dedi ki la yalqayanna fi raqabati ba'irin qiladatun min waterin aw qiladatun illa quti'at. Deyir ki elə bir yer olmasın ki sen orada çatasan ve orada deyir dəvənin boynunda yani ip görəsən ve onu qırmayasan. Yani dəvənin boynunda ip görsən, yani mütləq onu qır. Yani ne üçün qoyurlar dəvəni? Yani o bərəkət tələb eləmək üçün, ha? Yani uğursuzluqdan qorumaq üçün, yəni əslində Allah Resulü sallallahu əleyhi və səlləm ilə qır dedi onu. Və həmçinin başqa hədisdə gəlir ki, inna təmaim və tivalata şirkun. İnna ruqa və təmaim və tivalata şirkun. Ruqya, təmaim, təmimə bir də tivala şirkdir. Tivala şirkdir. Yəni ruqa nədir? Ruqya şirkdir. İslam abi. Ruqya şirk değil. Dedim. Ama buradaki ruqya şirk, yani şirki ruqyalar şirkdir. Anladın mı? Yani Allah'ın adından qeyri adlarla istənilən ruqya şirkdir. Yani demək burada qadağa gəlib, necə ki, hədisi gəlib, la ruqyətə illə min aynin əv humə. İllə min aynin əv humə. İki yalnız göz değmədən və qızdırmadan başqa ruqya yoxdur. Yani bu nəyə görə gətirib? Yəni ruqyanı edirsən, haram yolla etmə, şirklə etmə, lakin digər ruqyalarda problem yoxdur. Anladın mı? Və həmçinin deyir ki, o təmaim boyunbağı o məqsədlə, yəni Allah Resulü sallallahu aleyhi ve sellem Muhammed Peyğəmbər qadağan edib. O boyunbağı ki, uğursuzluğa görə taxılır, nə olmalıdır? Qırılmalıdır. Və hətta bir rivayətdə də gəlib ki, 10 nəfər gəlib Allah Resulü sallallahu aleyhi ve sellemlə əllə görüşür və hamı ilə görüşür, birindən başqa. Birindən görüşmür. O deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, onun boynunda boyunbağı var, təmimə var. O nə vaxt ki, onun boyunbağı onun üstündə, şirk var onun üstündə, mən ona görüşə bilmərəm. Və həmin kişi əlini salır və boyunbağını qırır, salır. Və ondan sonra Allah Resulü sallallahu aleyhi ve sellem onunla görüşür. Və həmçinin bir sahabi gəlib, yəni Allah Resulü sallallahu aleyhi ve sellem əlində, qolunda boyunbağı görəndə və deyir ki, bu boyunbağı nə qədər ki sənin əlindədir və sən nicat tapmazsan, əgər sən belə ölsən, cəhənnəmə girərsən. Əgər belə ölsən, cəhənnəmə girərsən və heç vaxtda səni yəni heç nədən qoruya bilməz. Ya bu həqiqətən də xurafat, yəni xüsusən nədir? Şirk. Şirk hissəsi haradır onun? Səncə yəni şirkdir ki, yəni Allahdan qeyrisindən nəsə ummaq, Allahdan qeyrisindən qorumağı istəmək, Allahdan qeyrisindən fayda və zərər gözləmək nədir? Şirkdir, çünki xeyir də verən kimdir? Allah Azza və Cəllə. Zərəri dəf edən də Rəbbimizdir Azza və Cəllə. Əmmən yucibul muttarra izə də'ahu və yəkşifus su'a və yəcələkum xulafə'il ard. Əyləhu ma'allah. Deyir ki, əmmən yucibul muttar, çətində olan insanın, yəni darda olan insandan o yəni darlığı qaldıran, o çətinliyi qaldıran kimdir? Allah. Əmmən yucibul muttar, ona cavab verən, onun yardım edən kimdir? Allah. Deyir ki, əmmən yucibul muttar izə də'ah, dua edəndə. Və yəkşifus su, pis bəlanı ondan qaldıran. Və yəcələkum xulafə'il ard, və sizi yer üzərinin xəlifələri edən kimdir? Allah. Ələhum ma'allah. Deyir, Allahla yanaşı başqa ilah mı var? Yəni bunu edən Allahdırsa, bəlanı qaldıran Allahdırsa, Allahdan qeyrisindən niyə tələb edirsən bunu? Və həmçinin Allah Azze ve Celle buyurur ki, قُلِ ادْعُوا الَّذِينَ زَعَمْتُم مِّن دُونِهِ فَلَا يَمْلِكُونَ كَشْفَ الضُّرِّ عَنكُمْ وَلَا تَحْوِيلًا. Ki o sizin Allahdan qeyri ilah hesab etdikləriniz qəbirlər, pirlər, ocaqlar, babalar, imamlar, peyğəmbərlər, mələklər, cinlər, kim olur olsun. Kimi əgər Allahdan qeyri peyğəmbər, kimi Allahdan qeyri ilah götürübsə, kimsə, çağır onları. Allah Azze ve Celle Quranda deyir. Yəni, yaxşı bir sual. Mesela Allah necə burada deyir ki, şirk elə? Kim cavab verir? Yəni, deyir ki, قُلِ ادْعُوا الَّذِينَ زَعَمْتُم مِّن دُونِهِ.
Dua edin deyir Allahdan qeyri ilah sənin yəni. Biri çıxıb deyəcək ki, miri kimiləri deyəcək Allah Quranda şirkə nətər çağırır? Və başqa mənaya yonacaq bunu. Görürsən? Yəni cavab nədir? Cavab odur ki, burada yəni zahiri əmr olsa da, amma əmr nə mənadadır? Qınaq mənasındadır. Misal üçün Allah azə və cəllə "İ'malu ma şi'tum innehu bima ta'malun basir." Nə istəsəz edin. O demək deyil ki, get nə istəsən et. Allah Subhanahu taala deyir ki, nə istəsən et. Deyirsən mən istədiyimi edirəm. Allah mənə deyir ki, istədiyimi. Yəni bu hansı mənadadır? Qınaq, hədə mənasındadır. Hədə, yəni təhdiddir bu. Allahdan qul ud'u allazina za'amtum min dunihi fela yemlikuna kashfad-durri ankum və la tahwila. Onlar sizdən deyir, bəlanı deyir, nə qaldıra, nə də onu deyir, bir balaca olsun dəyişə bilməzlər. Yüngülləşdirə bilməzlər. Nədir? Kimlər? Allahdan qeyri hər kəs. Ona görə deyir, "Ulaikellezine yed'un" həmin ayədən sonraki ayə, "Ulaikellezine yed'un yebtaguna ila rabbihimul vasila" deyir. O sizin gəlib Allahdan qeyri dua etdikləriniz özləri Allahdan istəyir. "Yarcuna rahmetahu və yaxafun azaba. İnna azaba rabbika kana mahzura." Deyir ki, Allahın rəhmətini istəyirlər, əzabından qorxurlar. Və həqiqətən sənin Rəbbinin əzabı qorxulasıdır. Və həmçinin bəb məcəə fit-təmaim. Bunu götürdük. Yəni bəbun nəhyi an bina'il məsacid aləl qubur. Yəni məscidlərin üzərində qəbirlər tikmək haqqında olan hədis. Bu hədisi də oxuyaq və yekunlaşdıraq. Vaxtımız da tamam olur, az qalıb. Deməli, Ayşə radiyallahu anhə qalət ləmməştəkə النبي صلى الله عليه وسلم ذكرت بعض نسائه كنيسة رأيناها بأرض الحبشة. O vaxt ki Allah Resulü sallallahu aleyhi ve sellem xəstələnmişdi. Yəni xəstə idi, ağrıyırdı. Ki bəzi qadınları Peyğəmbər sallallahu aleyhi ve sellem bəzi zövcələri Həbəşistana ziyarət edəndə kim idi Həbəşistana ziyarət edən? Ummu Sələmə və Ramlə radiyallahu anhə, Ummu Həbibə. Yəni, bu ikisi Ummu Həbibə, Ummu Sələmə radiyallahu anhumə, yəni Həbəşəyə yəni, hicrət edən iki qadın idi. Deyir, onlar orada kilsə görmüşdülər. O kilsəni Allah Resulü sallallahu aleyhi ve sellemə xatırladırlar. Yuqalu ləhə Mariyə. Deyir, o kilsəyə Mariyə deyirlər, deyir onlar. Yəni, həmin kilsəyə. Və kənət Ummu Sələmə və Ummu Həbibə. Onlar deyir, Ummu Sələmə və Ummu Həbibə idi. Ətətə ardəl Həbəşə. Onlar Həbəşistan diyarına gəlmişdilər, yəni köç etmişlər, hicrət etmişlər. Fəzəkərətə min husnihə və təsavirə fihə. Fikir verin, diqqət edin, burada faydalar çoxdur. Deməli, deyir, o kilsənin gözəlliyi haqqında danışırdılar. Deməli, nəsranilərdə qayda. Nəsranilər ibadət yerlərini gözəlləşdirir, təzim edirlər, amma Allaha təzim etmirlər. Ona görə məscidlərin gözəlləşməsi, böyüməsi, yekələnməsi bir növ ona oxşuyur. Yəni, Allahın təzimi zəifləyir, yerin təzimi çoxalır. Amma necə olmalıdır? Allahın təzimi çoxalmalıdır. Allah təzim olunmalıdır. Yəni, əgər Allah təzim olunmursa, yerin nə yəni, təzimi? Bəli. Ona görə onlar nə deyir? Deyir ki, onun deyir, gözəlliyi haqqında, sonra təsavvirə fihə və orada olan şəkillər haqqında. Yəni ki, onlar kilsənin içinə qoyurlar şəkillər. Necə ki, rafizlər məscidlərə şəkillər qoyur. Yəni, onlardan təsirləniblər onlar. Ona görə qoyurlar. Fərrafə'a rə'səhu və təsavvirə fihə fərrafə'a rə'səhu. Allah Resulü sallallahu aleyhi ve sellem onları eşidəndə və başını qaldırır. Fəqalə uləikə izə mətə minhumur raculus salih bənu alə qabrihi məscidə. Onlardan bir salih kişi ölərdisə, onun qəbrinin üzərinə məscid tikərdilər. Thumma savvaru fihi tilkət suvara. Deyir ki, tilkə surətə. Deyir ki, sonra həmin surətləri orada çəkərdilər. Uləikə şirarul xalqı indəllah. Onlar Allah qatında ən şər məxluqlardır. Deməli, bax, kim ki qəbrin üstünə məscid tikir, kim ki məscidlərdə şəkil qoyur, şəkil çəkir. Bunlar Allah Resulü sallallahu aleyhi ve sellem sözü ilə nədir? Deyir, bunlar ən şər məxluqlardır. Allah qatında ən şər məxluqlardır. Və bu barədə Quran-ı Kərimin ayəsi var. Biz demişdik, hər dəfə Qurandan ayə gətirəcək. İnnellezine kəfəru min əhlil kitab vəl müşrikinə fi nari cəhənnəmə
Xalidinə fihə ulaikə hum şərrul bəriyyə. Deyir ki, əhli kitabdan olan, müşriklərdən olan kəslər nədir? Onlar ən şər məxluqlardır. Ulaikə şərrul bəriyyə. Burada da Allah Resulü nə deyir? Ulaikə şirarul xalqə indallah. Onlar Allah katında ən şər məxluqlar. Zədə fi rivayə. Zədə fi rivayə. Deyir ki, Buxari Müslim yəni bir rivayəti əlavə ediblər. Yəni ikisinin də əlavə rivayətidir bu. Və həmçinin bax, bu mustalah hədis elmindən qayda olsun. O rivayət ki, Buxari Müslimdə rivayət olunur və Buxari Müslimdə əlavə rivayət yoxdur. Digər kitablarda gəlir, həmin hədisin Buxari Müslimdə rivayəti yoxdur və digər kitablarda gəlir. İmam Hakim rahimehullah Ma'rifətul Ulumul Hədis kitabında deyir ki, Ma'rifətul Ulum el-Hədis İmam Hakim Ən-Neysaburi buyurur ki, Mustadrakın müəllifi həmçinin o əsər ki, Buxari Müslimdə yoxdur rivayət. Hədis gəlib, amma həmin rivayət Buxari Müslimdə yoxdur əlavə. Başqa kitabdadır, o başqa kitabda olan rivayət şazdır. Şazdır, məqbul olmur. Zəifdir o rivayət. Və sonra İmam Hakim rahimehullah deyir, istəsən buna deyir 300 dənə və istəsən deyir 3000 dənə deyir, misal verə bilərəm həmin məsələyə. Və amma bu rivayəti əlavə edərək deyirlər ki, yevməl qiyamə. Yəni onlar qiyamət günü ən şər məxluqlardır Allah qatında. Yəni bir başqa yerdə bu rivayəti əlavə ediblər. Ana Ayşə radiyallahu anhə qalət qalə Rasulullah sallallahu əleyhi və səlləm fi maradihillazi lam yaqum min. Ki Ayşə radiyallahu anhə Peyğəmbər sallallahu əleyhi və səlləmin yəni xəstələndiyi, yəni hansı ki o xəstəlikdən artıq durmadı, yəni Allahına, Rəbbinə qovuşdu. Və həmin vaxtı, həmin xəstələndiyi vaxt deyir ki, Lə'anəllahul yəhudə və nəsara ittəxadu qubur ənbiyəhim məsəcidə. Allah yahudilərə və xristiyanlara lənət etsin ki, onlar peyğəmbərlərin məscidlərini, qəbirlər götürdülər. Qalət ləulə zəlikə ubrizə qabruhu qayrə ənəhu xuşyə ən yüttəxadə məscidən. Əgər elə olmasaydı, onun qəbri nə olardı? Yəni, onun qəbri deyir, sanki nə götürürlərdi? Yəni, ziyarətgah kimi götürürlərdi. Qayrə ənəhu xuşyə ən yüttəxadə məscidən. Onun qorxdu ki, onun məscidi, yəni onun qəbri, məscid götürürlər, qorxdu. Və sual çıxsaq ki, indi Peyğəmbər sallallahu əleyhi və səlləm qəbri məscidin içindədir. İmam Qurtubi rahimehullah rivayət edir ki, deyir ki, əvvəllər Allah Resulü sallallahu əleyhi və səlləm məscidi, qəbri məscidin içində olmayıb. Bilirsiniz ki, yəni sonradan məscid böyüyüb və hətta böyüyəndə belə qibləni belə şiş bir şey etmişdilər. Necə ki, bu barədə Abdurrahman Həsən rahimehullah yəni kitab Təvhid şərhində gətirir. Yəni şiş etmişdilər. Təsəvvür edirsiniz, bax qəbir kim ki o qəbir tərəfdən, yəni qəbirdən arxasından qibləyə tərəf durub namaz qılırdı, o şiş bir şeyə tərəf dururdu. Yəni sanki qəbirdən yan keçirdi, davamlı ibadətdə, aydınmı? Yəni Allah azza və cəllə qoruyub həmişə. Və indinin özündə də qorunur. Yəni Allah Resulü sallallahu əleyhi və səlləm məscidi, yəni qəbri məscid olmaqdan qorunub. Lakin məscid böyüdü, Allah həmd olsun, yəni İslam dini böyüdü, müsəlmanlar artıq ehtiyac oldu. Dünyada ikinci ən böyük məscid Peyğəmbər sallallahu əleyhi və səlləm məscididir. Birinci böyük məscid hansıdır? Məkkə Kəbə evidir, Kəbə məscididir. İkinci böyük məscid Peyğəmbər sallallahu əleyhi və səlləm məscidi və Allahın qəbul qoymasıdır öz dininə. Elhamdülillah. Və həmçinin Ana Ayşətə və İbn Abbasin bu hədis həm Ayşə radiyallahu anhdan gəlib, həm də İbn Abbasdan radiyallahu anhumədən qalə ləmmə nəzələt bi Rasulillah sallallahu əleyhi və səlləmə tafiqa yatrahu xamisatan ləhu alə vəcihi fəizə iqtəmmə kəşəfəhə an vəcihi fəqalə və huvə kəzəlikə lənətullah aləl-yəhud və nəsara ittəxəzu qubur anbiyəhim məsəcidə yuhəddiru thumma mə sana'u. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm yəni şiddətli, yəni istisi var idi və əlini suya batırardı, üzünə sürtərdi. Yəni istinin şiddətindən və özünə gələn kimi deyərdi ki, Allah lənət eləsin yəhudilər və xristiyanlara ki, onlar peyğəmbərlərinin məscidlərini, peyğəmbərlərin qəbirlərini məscid götürdülər. Və bu qədər kifayətdir. Allah azə və cəllə diləyəm ki, bizi eşitib faydalananlardan etsin və eşitib ən yaxşısına tabi olmağı müvəffiq etsin.
və bizi yəni irəli gedəndən sonra geriləməkdən qorusun. Hər bir şeydə, imanda, elmdə, təqvada Allah Azze və Cəllədən diləyirəm ki, bizə bol-bol dünya və axirət nemətləri nəsib etsin. Və axir dəvana enelhamdülillahi rabbil alamin. Subhaneke Allahumma bihamdik eşhedü en la ilahe illa ente estağfiruke ve etûbü ileyk. Sallallahu aleyhi ve Muhammedin ve ala alihi ve sahbihi ve sellem teslima.